Salam aleyküm. Demək, Hero Medikal Tibb Mərkəzindəyəm. Kəmələ xanım qəbulundayıq. Kəmələ xanım osteopatdır. Mən açığı osteopat bilmirdim, hansı xəstələri müalicə eləyir. İnşallah, amma danışdıq biraz, çox gözəl bir şeydir. Vallahi ki, xoşuma gəldi mənim. Həkimimiz özü də inşallah danışsın, bizə başa salsın ki, bu nəyi müalicə eləyirlər inşallah. Məlum osteopatiya Azərbaycanda artıq yayılıbdır. Hansı xəstəlikləri müalicə edirik? Bizdə yaş həddi yoxdur, yaş fərqi yoxdur. Yəni ki, 0 yaşdan 150 yaşa kimi gələ bilərsiniz. Uşaqlarda sidik qaçırmalar, yəni enurizlərdir, baş ağrılardır, skalyozlardır, qıcıqlanma sindromu, həssas uşaqlar, yəni dərs otura bilmirlər. Sonra yaddaşdan geri qalan uşaqlar, psixi inkişafdan geri qalan uşaqlar, bax bunlara. Böyüklərdə də baş ağrılardır, yırtıqlardır. Yırtıqlarda çox gözəl, möhtəşəm effekt alırıq. Protuziyalardır, orqanların, daxili orqanların sallanmasıdır, mədə sallanması, böyrək sallanmasıdır. Sonra qadın orqanlarında olan sallanmalar, əriklərdir və s. bu kimi sonra depresiyalardır. Yəni həm psixoloji hallarda da biz osteopatlar kömək edə bilirik. Nuraman bəy bugün bizim qonağımızdır. Biz onu seans edəcəyik. İnşallah. Biz onu, yəni osteopatiyanın da özünün sahələri var. Struktural, visceral, sonra funksional. Biz onu biodinamik olaraq seans edəcəyik. Yəni ki, Raman bəyin hissiyatı yaxşıdır. Yəni biz onu elektrik səviyyədə seans edəcəyik. Seansdan sonra geri dönüş edəcəyik. Raman bəydən xahişim odur ki, bədəninizdə nə hiss edəcəksiniz, onları